Öndə gedən piyadaları xəbərdarlıq etmək üçün funksiya. Deməli, ən çox yaşadığımız problemlərdən biri də, yəni şəxsən mənim yaşadığım, bəzən öndə piyadalar gedir və maşının səsini eşitmədikləri üçün yol vermirlər. Və hətta siqnal da verə bilmirəm ki, qorxarlar. Bəzən yaşlı insanlar olur, bəzən uşaqlar olur. Belə bir funksiya tapdım. İnşallah hər kəsin işinə yarayar. Deməli, ekranı aşağı eləyirsiniz. Və bəzilərində ola bilsin ki, ekranda deyil. O zaman dəyişə girin. Bu dəyişə girdiyinizdə burada əlavələr çıxacaq. Oradan bu plusu basaraq əlavə eləyə bilərsiniz. Mən sadəcə əlavə etmişəm, ona görə artıq əlavə etməyə ehtiyac yoxdur. Bu işarəni görürsünüz. O işarənin üzərində basırsınız. Burada müxtəlif sözlər var. Siz hansını istəsəniz seçə bilərsiniz. Mən avtomobili seçmişəm. Çöldə böyük ehtimal Çincə deyir. Səs gəldi, gəlməyinə. Amma çöldə olmadığım üçün bilmirəm nə səsi gəlir. Təəssüflər olsun, mikrofonum da yanımda deyil. Olsaydı ən azından çölə qoyardım. Ən azından səs çıxardacaq və piyadaları xəbərdar edəcək inşallah. Dedim sizinlə bölüşüm. Allaha əmanət olun. Selamun aleyküm.